təmiz havası, qidalanması çox qəşəng. Hətta burada o bizə xidmət edən, o yemək gətirən qadınların üzündə belə o təbəssüm, yəni gərginlik hiss eləmirik. Özümüzü o qədər sərbəst, səmimi hiss edirik ki. Bir başqa narahat salan bir məqam da Çox gözəl, təşəkkürümüzü bildiririk hər şeyə görə. Dövlət başçımıza, həmkarlar konfederasiyasına, bu şəraiti bizə yansıtma görə həqiqətən gözəl iştirak edirik. Vaxtımız təmərəli keçir. Hər şeyə görə yaxşı təmərəsi, yaxşı dincəlmə yapır. Həmkarlar təşkilatının təmsilçiləri ilə birlikdə gəldik təhsil istirahət mərkəzinə. Mən bu günlər onu şahidiyəm ki, insanların bu dincəlməyə gələn bizim hörmətli müəllimələrimizin üzündən bir təbəssüm yağır. Hamısı məmnundur, hamısı razılıq edirlər. Bu çox vacib məsələdir. Çünki Cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı onun sosial rifahı dayanır. Onun güzəranı məsələləri dayanır və müəllimlər də böyük orduqda onların haqqıdır ki, yay müddətində yaxşıda dincəlsinlər. Mən də şəxsən burada olduğum müddətdə onun şahidi oldum ki, infrastruktur əla. Soruşdum ki, yemək, içmək necədir? Verilə ən yüksək səviyyədə, ən dadlı deməli yeməklərlə təmin olunub və personalda razılıq edilər. Yəni burada hər bir əməkdaş, daha doğrusu istirahətə gələn müəllimə bir personalın üzrünə müraciət edəndə hamısı xoş sifətlə qarşılayır.